Bugün sizin üçün seçdiyimiz mənbələr bizi zamanda geri aparır. 100 ildən də çox əvvələ. Amerikanın səsküllü şəhərlərinə. Söhbət velosipedli kuryer işləyən yeniyetmələrdən gedəcək. Amma bu sadəcə velosiped sürən uşaqlar haqqında, bilirsiniz, nostalji bir hekayə deyil. Əlimizdəki materiallar sosioloq və fotoqraf Louis Hines 1908-1917-ci illər arasında çəkdiyi heyrətamiz fotolar və onun şəxsi qeydləridir. Bu şəkillərə baxanda düzü adamın tükləri biz-biz olur. Onlar sadəcə tarixi sənəd deyil, həm də bir ittihamnamədir. Tamamilə doğrudur. Bugün bizim missiyamız, deməli, bu donmuş anların arxasına keçməkdir. Sizin bu mövzunu seçməyiniz bizə imkan verir ki, bu uşaqların həyatının pərdarxası məqamlarına baxaq. Onlar kim idi? Niyə bu qədər ağır şəraitdə işləyirdilər? Və ən əsası, bu güclü fotolar nəyisə dəyişə bildimi? Gəlin bu qara-ağ şəkillərin bizə danışdığı rəngli, amma çox vaxt qaranlıq hekayələrə baş vuraq. Yoxsa, gəlin elə başdan başlayaq. Səhnəni təsəvvürümüzdə canlandıraq. 1908-ci il sənaye inqilabının, necə deyim, tüğyan etdiyi Amerika, Milli Uşaq Əmək Komitəsi adlı bir təşkilat Louis Hines'i işə götürür. Onun vəzifəsi nə idi? Niyə bir fotoqraf bütün ölkəni gəzib işləyən uşaqların şəklini çəkirdi? Bax, bu məsələmin açarıdır. Hines missiyası gözlədiyimizdən qat-qat geniş idi. O, sadəcə velosipedçi kuryerləri sənədləşdirmirdi. Təsəvvür edin, o kömür mədənlərinin qaranlığına enir, pambıq tarlalarında günəş altında qalan uşaqları, fabriklərdə dəzgah arxasında dayanan balaca qızları çəkirdi. Onun kamerası bir silah idi. Silah? Bəli, çünki o dövrdə quru statistikalar, rəsmi hesabatlar insanlara təsir etmirdi. Amma bir uşağın yorğun, çirkli üzünü göstərən bir foto minlərlə sözdən daha güclü idi. Hər bir şəkil əslində cəmiyyətə qarşı qaldırılmış bir arqument idi. Baxın, biz uşaqlarımıza bunu edirik. Deməli, velosipedçi kuryerlər bu böyük və dəhşətli mənzərənin sadəcə bir parçası idi. Mənbələri oxuyanda məni təəccübləndirən bir şey oldu. Bu peşə heç də yeni değildi. Mən elə bilirdim ki, bu o dövrün yeni bir modası idi. Amma sən demə. Sən demə, heç də elə deyil. Velosipedlə çatdırılma hələ 1860-cı illərdə pedallı velosiped ixtira olunan kimi başlayıb. Hətta 1890-cı illərdə Western Union kimi nəhəng şirkətlər artıq bu uşaqları kütləvi şəkildə işə götürürdü. Vay canına. Bəli, Hines gələndə bu artıq yaxşı qurulmuş, demək olar ki, normal qəbul edilən bir sistem idi. Şirkətlər üçün bu çox sərfəli idi. Uşaqlar daha az maaş alırdılar, daha cəld idilər və şəhərin küçələrində böyüklərdən daha asan hərəkət edirdilər. Amma bu, səmərəliliyin arxasında nələr gizlənirdi? Hines'ın qeydləri məhz bunu ortaya çıxarır. Bəli, o uşaqlar əsasən Western Union, Mackay Telegraph Company kimi böyük teleqraf şirkətlərində ya da yerli apteklərdə çalışırdılar. Və iş şəraiti, yəni müasir təsəvvürlərə sığmır. Gəlin bir anlıq bu uşaqların gündəlik həyatını təsəvvür edək. Hə, Hines'ın qeydlərindəki bəzi konkret hekayələr həqiqətən də adamı dəhşətə gətirir. Məsələn, birinin hekayəsi var. Adı Raymond Bikes idi. Bəli, Raymond. 14 yaşında bir Western Union işçisi. Onun hekayəsi çox tipikdir. Hines'ın qeydində yazılıb ki, Raymond hər gecə, təkrar edirəm, hər gecə, səhər saat 1-ə, bəzən daha gecəyə qədər işləyirdi. Gecə saat 1-ə qədər, 14 yaşında. Bəs məktəb? Yəqin ki, məktəbə getmirdi. Ailəsi buna necə icazə verirdi? Məhz bu, məsələnin ən ağırlı tərəfidir. Hines qeydlərində xüsusi bir cümlə işlədir. Yazır ki, anası onun rifahından daha çox maaş zərfi ilə maraqlanırdı. Bu cümlə o dövrün iqtisadi reallığını, ailələrin nə qədər çarəsiz olduğunu göstərir. Yəni, bu ananı qınamaq deyil. Qətiyyən, bu, sistemin insanları hansı seçimlər qarşısında qoyduğunu anlamaqdır. Uşağın gələcəyi yox, bugün evinə gətirəcəyi bir neçə dollar daha vacib idi. Dəhşətdir. Və bu tək bir hadisə deyil. Howard Williams adlı 13 yaşlı bir uşaq var, aptekdə kuryer işləyirdi. Onun iş saatları səhər 9:30-dan axşam 10:30-ya qədər idi. Bu, gündə 13 saat deməkdir. 13 yaşlı uşaq üçün
13 saatlıq iş günü. Təsəvvür etmək belə çətindir. Hayan onun haqqında yazır ki, işə götürən aptek sahibi uşaqları o qədər ağır işlədirdi ki, demək olar heç kim dözüb qalmırdı. Howard isə qalmışdı. Bu uşaqların nə qədər dözümlü, amma eyni zamanda nə qədər kövrək olduğunu düşünün. Bədənləri hələ inkişaf edirdi, amma sanki bir böyük kimi istismar olunurdular. Düzdür. Və bir də 12 yaşlı Luther Wharton'un hekayəsi var ki, o, məsələnin başqa bir tərəfini göstərir. Bəli, Luther həm də məktəbə gedirdi, elə deyilmi? Bu vəziyyəti daha da pisləşdirir. Dəqiq. O, bütün gün məktəbdə otururdu, sonra isə axşam saat 4-dən gecə yarısına dək aptekdə kuryer işləyirdi. Həftədə $5 qazanırdı. Bu sadəcə məktəbdən sonra biraz işləmək deyildi. Bu ikinci tam ştatlı bir iş idi. Bu uşaqların nə istirahət etməyə, nə dərs oxumağa, nə də sadəcə uşaq olmağa vaxtı qalmırdı. Bütün bu fiziki yorğunluq onların uşaqlığını əllərindən alırdı. Amma sizcə hekayənin ən pis tərəfi budur? Məncə yox. Bu qədər uzun iş saatları, fiziki yorğunluq. Bundan daha pis nə ola bilər ki? Amma Harry'nin qeydlərini oxuyanda başa düşürsən ki, bu hələ başlanğıcdır. Onu ən çox narahat edən fiziki təhlükə deyildi, tamamilə başqa bir şeydi. Elə deyilmi? Düşürdü ki, bu uşaqların bədənləri yorulur, amma ruhları məhv olurdu. Çünki onların işi sadəcə teleqram və ya dərman çatdırmaq deyildi. Bu çatdırılmaların ünvanı çox vaxt şəhərin ən qaranlıq, ən təhlükəli nöqtələri idi. O dövrdə qırmızı fənərlər məhəlləsi adlanan yerlər. Yəni, fahişəxanaların, qumarxanaların, narkotik satıcılarının olduğu məhəllələr. Və bu 12, 13, 14 yaşlı uşaqlar birbaşa ora göndərilirdi. Bəli, birbaşa ora. Və bu sadəcə o məhəllədən keçmək deyildi. Onlar fahişəxanalara məktublar, hədiyyələr, hətta bəzən müştərilərdən içki və ya tiryək sifarişlər aparırdılar. Bu, onların iş təlimatının bir hissəsi idi. Onlar cinayətkar dünyanın paçtalyonlarına çevrilmişdilər. Bu mühitdən böyüyürdülər, bu mühiti normal qəbul etməyə başlayırdılar. Düzdür. Hayının qeydlərindəki statlar adamın qanını dondurur. Məsələn, Shreveport-da 14 yaşlı bir kuryer çox sakit bir şəkildə deyir ki, hər zaman qırmızı fənərlər məhəlləsinə gedir. Sanki ərzaq dükanına getməkdən danışır. Houstondan olan 14 yaşlı Marion Davis isə daha açıqdır. Deyir, əslində 16 yaşdan aşağı ora getməməliyik, amma mən onsuz da gedirəm. Və əlavə edir, nə müdürün vecinədir, nə də polislər məni saxlayır. Bu cümlə hər şey deyir. Nə müdürün vecinədir, nə də polislər məni saxlayır. Bu bütün sistemin, şirkətlərin, hüquq mühafizə orqanlarının bu istismara göz yumduğunu göstərir. Tamamilə. Qaydalar kağız üzərində var idi, amma reallıqda heç bir əhəmiyyəti yox idi. Hətta daha kiçik yaşlı uşaqlar da bu təhlükəyə atılırdı. 11 yaşlı Percy Neville'in hekayəsi kimi. Bəli, o şəkil Hayn onu birbaşa fahişəxanalardan birindən çıxarkən çəkib. Uşağın üzündəki ifadə. O, qorxmuş və ya utanmış görünmür. Əksinə, qeydə yazılıb ki, sevinclə Hayna yaxınlaşıb və deyib, o, mənə 25 sent bəxşiş verdi. Təsəvvür edirsiniz, o uşaq üçün bu sadəcə yaxşı bəxşiş idi. O, hansı mənəvi bataqlığa girdiyinin fərqində belə deyildi. Onun uşaq təfəkkürü bu reallığı emal edə bilmirdi. Amma məncə ən sarsıdıcı və bu mənəvi çürümənin dərinliyini göstərən hekayə 15 yaşlı Preston DeCosta'ya aiddir. Preston'un hekayəsi bir film kimidir. O, həbsdə olan bir fahişə ilə onun Qırmızı Fənərlər məhəlləsindəki vasitəçisi arasında məktub daşıyırdı. Və o, Hayna hər şeyi etiraf edir. Hər şeyi, məktubları oxuduğunu, onlara gizlicə içki və narkotik apardığını, hətta bəzi qadınların otağında onların şəkillərini çəkdiyini. O cəmi 6 aydı bu işdəydi, amma artıq bütün qaydaları əzbərləmişdi. O artıq məsum bir uşaq değildi. Sistem onu üz içinə çəkmiş və çirkləndirmişdi. Haynın sənədləşdirdiyi də məhz bu idi. Bu iş təkcə uşaqların bədənini deyil, həm də onların mənəviyyatını, gələcəyini uğurluyurdu. Bəs heç bir istisna yoxdur. Bütün şirkət rəhbərləri, menecerlər bu vəziyyətə göz yumurdu. Xoşbəxtlikdən bəzi vicdanlı insanlar da olub. Haynuz qeydlərində Danville'dəki Postal Telegraf şirkətinin menecerini xüsusi qeyd edir. Həmin menecer qəti şəkildə öz işçilərini uşaqları Qırmızı Fənərlər məhəlləsinə göndərməkdən imtina edib. Bu kiçik bir hadisə olsa da
çox vacibdir. Bu göstərir ki, sistemin içində fərqli seçim etmək mümkün idi, amma əksəriyyət asan və sərfəli olan yolu seçirdi. Bütün bu dəhşətli hekayələri, bu yorğun, bəzən də çaşqın uşaq üzlərini gördükdən sonra adama bir sual gəlir. Yaxşı, bütün bu zəhmətin bir mənası oldumu? Lewis Hine'ın çəkdiyi bu minlərlə foto, topladığı bu yüzlərlə hekayə, həqiqətən nə isə dəyişə bildimi? Yoxsa sadəcə arxivlərdə toz basmış kədərli sənədlər olaraq qaldılar? Bu ən vacib sualdır. Və xoşbəxtlikdən cavab bir mənalı olaraq bəlidir. Amma bu asan bir bəli deyil. Lewis Hine'ın fotoları sadəcə şəkil deyildi. Onlar bir hərəkatın yanacağı oldu. Bu şəkillər qəzetlərdə, jurnallarda, sərgilərdə, hətta fənərlərlə divarlara proyeksiya edilərək nümayiş etdirildi. İlk dəfə idi ki, orta təbəqədən olan rahat Amerikalılar uşaq əməyinin çirkin üzünü bu qədər yaxından görürdülər. Bu, ictimaiyyətdə bir şok effekti yaratdı. Yəni, insanlar sadəcə bilmirdilər, yoxsa bilmək istəmirdilər? Hər ikisindən biraz. Çoxları üçün bu uzaq bir problem idi, amma Hine'in fotoları bu problemi onların qonaq otağına gətirdi. Və bu ictimai təzyiq nəhayət siyasətçiləri hərəkətə keçməyə məcbur etdi. Bütün bu səylərin kulminasiya nöqtəsi 1916-cı ildə qəbul edilən Kittings-Owen aktı oldu. Aha, bu qanun gənc işçilər üçün minimum yaş həddi və maksimum iş saatı məhdudiyyətləri təyin edirdi. Bu, böyük bir qələbə idi. Böyük bir qələbə idi. Amma bu qələbə çox çəkmədi, elə deyilmi? Mənbələrdə qeyd olunur ki, cəmi 2 il sonra Ali Məhkəmə bu qanunu ləğv etdi. Təsəvvür edirəm, bu islahat tərəfdarları üçün necə böyük bir məyusluq olub. Bütün bu mübarizə boşa getdi. O an üçün elə görünürdü. Bu, həqiqətən də böyük bir geriləmə idi. Sənaye lobbiləri çox güclü idi və onlar qanunun ləğvinə nail oldular. Lakin bu hekayənin sonu değildi. Və bu, sizin üçün də maraqlı bir məqam ola bilər. Sosial dəyişikliklər nadir hallarda düz bir xətt üzrə irəliləyir. Çox vaxt bu 2 addım irəli, 1 addım geri prosesidir. Aha. Kittings-Owen aktı ləğv edilsə də, o çox vacib bir iş gördü. Bir presedent yaratdı. O, federal hökumətin uşaq əməyinə müdaxilə edə biləcəyi ideyasını qanuniləşdirdi. Yəni, məğlubiyyət kimi görünsə də, əslində gələcək üçün bir təməl qoydu. Dəqiq olaraq. Bu məğlubiyyət mübarizəni dayandırmadı. Əksinə onu daha da alovlandırdı. Və bu təməl üzərində 1930-cu illərdə Prezident Franklin Roosevelt'in yeni xətt dövründə daha güclü, daha əhatəli və bu dəfə daimi olan əmək qanunları qəbul edildi. Hine'ın fotolarının və apardığı mübarizənin əsl uzun müddətli təsiri məhz 10 illiklər sonra tam şəkildə özünü göstərdi. Beləliklə, bugün sizinlə birlikdə bu mənbələrə baş vuraraq gördük ki, bir fotoqrafın kamerası necə güclü bir dəyişiklik aləti ola bilər. Lewis Hine'ın işi bizə göstərdi ki, 20-ci əsrin əvvəllərində velosipedçi kuryer olmaq sadəcə yorucu bir iş deyildi. Həm də uşaqları dərin mənəvi təhlükələrlə üz-üzə qoyan bir tələ idi. Və bu kiçik, adsız uşaqların hekayələri nəticədə bütün ölkə miqyasında böyük islahatlara yol açdı. Və sizin üçün son bir düşündürücü fikir buraxmaq istərdim. Bu hekayələr bizi gənclərin işi ilə onların istismarı arasındakı o incə xətt haqqında düşünməyə vadar edir. Çünki Hine'ın qeydlərində bizi çaşdıran bir məqam var. Uşaqların özlərinin bu işə münasibəti. Bəziləri özünü böyük kimi aparır, bu işlə fəxr edirdi. Onlar özlərini küçələri tanıyan, sərt, ağıllı uşaqlar hesab edirdilər. Doğrudan. Hətta qeydlərdə adı çəkilən 12 yaşlı Isaac Boyd adlı bir oğlan var idi. O, öz kiçik kuryer xidmətini həm sahibi, həm də menecer idi və bununla qürur duyurdu. Bu, çox maraqlı bir nöqtədir. Yəni, uşaq özü bundan şikayətçi deyilsə, hətta özünü güclü hiss edirsə. Məhz. Sual budur. Bir uşağın öz işinə olan münasibəti, onun bu işlə qürur duyması, onun əslində istismar olunduğu reallığı dəyişdirirmi? Bir uşağın özünü sahibkar kimi görməsi, onun uşaqlığının uğurlandığı faktını ləğv edirmi? Bu sualın asan bir cavabı yoxdur. Və bu, Lewis Hine'ın bizə miras qoyduğu sadəcə fotolar deyil, həm də bu cür çətin əxlaqi suallardır. Üzərində düşünməyə dəyər.